Adı Cinayət Məhkəməsidir. Bunu da siz maarifləndirim də. Mən özümün hüquqşünasıyam. Hüquqşünasıyam. Əslində mənim vəkilim getməyib məhkəməyə. Çünki ehtiyac yox idi. Vəkil getmədən olan məhkəmədir və görün nə deyir. Qulağınızla eşidin. Baxın, axırı. Lakin afət iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib. Həbssiz axtarış. Eşitdiniz də? Bunu mən demirəm ki, həbssiz. Keçən dəfə bunlar xəbəri yaydıranda həbssiz yerini sildirmişdilər ki, qoy axtarış. Gədəbəydə dağın başında qoyun otaran kişi deyəcək ya, afətə axtarış veriblər. Birdən nə olar, nə olmaz. Yəqin birdən başına bir iş gələcək də belə güya öz aləmlərində məni hörmətdən salmaq amacı ilə. Məhkəmə də insan üçündür. Bu nə işdir ki, buna həbsli verələr? Yox. Eşitdiniz də, həbssiz axtarış. Həbssiz o deməkdir ki, adından da göründüyü kimi, gedin afətə deyin, məhkəməyə gəlsin. Afət nədir? Afət dedik baş üstə. Mənim bu ala gözlərim üstə. Vəssalam, şut, tamam. Siz o vaxtı görmədinizmi ki, buradan öpürəm dəyərli sənətkarımızla bizim o vaxtda məhkəməmiz olanda, onda da axtarışımız var idi. Onda da Məhərrəm aylarında mən həyat yoldaşımla gəldik. Həm oğlumun toy tədarükünə hazırlaşıq. Məhkəmə getdim. Bir duzar. İndi mən nə edeyim ki, Allaha qurban olum. Mən o məhkəmədə uddum. Haqlı oldum çünki mən haqlıydım. Belə. Yox, orada şər atmayın məhkəməyə. Bizim maşallah olsun Azərbaycanda. Çox gözəldir, çox. Bax, bu görürsünüz, heç mənim iddiam təmin olmuyor. Amma mən niyə narazı olmalıyam ki? O nə demək? Deməli, udmalıyam, eləmi? Təmin olunsa deməliyəm, əladır. Əla. Adını yazdığınız orqanların bizim bu işə qarışmağa ixtiyarı yoxdur. Bizim işimiz məhkəmə hüquq müstavisində həll olunacaq inşallah. Amma getməməyimin hal-hazırda səbəbi odur ki, gedə bilməməyimin üzürlü səbəbi sizə açıb deyirəm. Mən burada hazırda qarşı tərəfə cinayət işi açdırmışam. O məni məhkəməyə verib, amma mən hüquq mühafizə orqanlarına. Məhkəmə belədir ki, xüsusi tanımlı məhkəmə bir şikayət edirsən, uzağı yarım aya, bir aya işdən xəbər gəlir ki, gəlin məhkəməni başlayaq. İndi biri udar, biri uduzar, bəlkə udacaq, hələ onu hələ başlamayıb məhkəmə, mən gedə bilməmişəm. Amma mənim şikayətim aidiyyatı qurumlara, Rusiya Federasiyasında mən qarşı tərəfə cinayət işi açdırmışam şikayətim əsasında, əlimdə tutarlı dəlillər əsasında. İnşallah bununla bağlı hər ikimizin haqqında əlbəttə danos toplanılmalıdır ki, ondan sonra iş qüvvəyə minsin. Ona görə də bir balaca məsafə də uzaq olduğu üçün oradan xəbər öyrənmək filan. Pəs mən çox məsələlər açıb danışmıram. Yenə deyirəm, yaxında görəcəksiniz. Əvvəl evin içi, sonra çölü. Birinci bir burada şikayətimi nəticəsinə gələk görək, nə oldu, nə olmadı. Ondan sonra əlbəttə burada nə var ki, o deyir, sən demə müğənni Cananla Aygün xanımın da məhkəməsi olub. Sadəcə olaraq, bilirsiniz necədir, o müğənnilər də gözəl müğənnilərdir, salamlayıram. Məsələn, orada da biri udur, Zuzu ilə kiminsə məhkəməsi oldu. Biri udur, biri uduzur. Hər ikisindən də araşdırdım, öyrəndim. Biri dedi ki, pul cərməsi idi, biri dedi ictimai işlər, o da amnistiya düşdü. Yəni, dediyim odur ki, hələ mənim praktikamda bu maddələrlə Azərbaycanda həbsə girən olmayıb. Yəni, mənim adıma qəti narahat olmayın. Mən hüquqlarımı bilirəm, dövlətimi, dövlətçiliyimi də sevən insanam. Ona görə də siz qəti narahat olun. Eşitdiniz də, istəyirsiniz bir də qulaq asaq. Baxırsınız, həbssiz. Əgər, baxın, həbssizdirsə, deməli... Məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib. Deməli, niyə? Mən məhkəmədə iştirak edə bilmədiyim üçün, yəni məni qarşı tərəf onun başı üçün deyil də bunu eləmək. Bu, aidiyyatı qurumun səlahiyyətindədir ki, əlbəttə axtarışa versin. Özü də həbssiz. Çünki məndə olan maddələrə həbsli düşmür.